Heç kiməsə qarşı paxıllıq hiss etmisinizmi? Yaxud da kimlərinsə sizə qarşı paxıllıq hiss etdiyini düşündüyünüz anlar olubmu? Bəs bu paxıllıq emosiyamız nədir? Hardan qaynaqlanır və onunla necə mübarizə apara bilərik? Həmçinin kiminsə bizə qarşı paxıllıq hiss etdiyini düşünürüksə, bu nə mənaya gəlir? Mən psixoloq Aynur Həsənzadə bu gün sizinlə paxıllıq emosiyamız barəsində bəhs edəcəyik. Bir öncəki videomda mənfi emosiyalarımızdan bəhs eləmişdik və artıq həmin videodan bilirik ki, əslində hər bir emosiyamız bizə hansısa bir mesajları ötürür və biz emosiyalarımızla kontakta girib onları oxumağı bacardığımız zaman öz ehtiyaclarımızla, öz əksik tərəflərimizlə tanış oluruq. Həmin videodan artıq biz bilirik ki, bəzi mənfi emosiyalarımız qeyri-sağlam, bəziləri isə sağlamdır. Hansı ki, qeyri-sağlam mənfi emosiyalarımızın yaşanmasına uzun müddət şərait yaratmaq da bizim bədənimizə və psixikamıza zərər vurur. Eyni zamanda sağlam mənfi emosiyalarımızın yaranması üçün özümüzə icazə verməmək də yenə bizim üçün zərərlidir. Və həmçinin sağlam mənfi emosiyalarımızın bizə göstərmiş olduğu ehtiyaclarımızla, əksik tərəflərimizlə də üzləşməli və həmin bu ehtiyaclarımızın qarşılanmasına şərait yaratmalıyıq ki, bu emosiyalar bizdə patoloji hal almasın. Paxıllıq emosiyası da bizim qeyri-sağlam neqativ emosiyalarımızdan birisidir və bunun sağlam alternativi qibtə etmək və yaxud da həsəd aparmaqdır. İndi az öncə dediklərimizdən yola çıxaraq gəlin baxaq ki, paxıllıq emosiyası bizə hansı mesajı əslində ötürür. Paxıllıq emosiyası bizə özümüzdəki əksik tərəflərimizi göstərir. Yəni, mən birinə qarşı paxıllıq hiss edirəmsə, o insanın sahib olduğu həyat tərzi, bəlkə onun sahib olduğu bir münasibət, yaxud da sahib olduğu bir əşya məndə olmayan bir şeyin əksikliyi ilə məni üzləşdirir. Və məhz bu zaman da paxıllıq hissi meydana çıxmış olur. Və daha da önəmlisi budur ki, həmin insanın sahib olduğu bu şeyə heç bir zaman içdən-içə sahib ola bilməyəcəyimə inanıram. Və buna görə də o insana qarşı daha dağıdıcı duyğularım baş qaldırmağa başlayır. Hansı ki, bunlar elə paxıllıqdır, yaxud da kindir, qıcıqlanmadır və s. Təbii ki, bu emosiya bəzi fərdlər üçün o qədər ağrılı ola bilir ki, onlar öz əksik tərəfləri ilə üzləşməkdən o qədər böyük yara ala bilirlər ki, bunun da bərabərində bu emosiyadan qurtulmaq üçün bəzi qeyri-sağlam davranışlara baş vura bilirlər. Misal üçün, bu qeyri-sağlam davranışların nümunə ola bilər, həmin insanın sahib olduğu bu şeyi dəyərsizləşdirməyə cəhd göstərmək. Tutaq ki, o çox gözəl bir münasibətə sahibdir, amma fərd bunun əksikliğini özündə hiss edir və paxıllıq emosiyası baş qaldırırsa, burada həmin münasibəti dəyərsizləşdirməyə başlaya bilər. Yaxud da davamlı olaraq o insana, onsuz da kişilərin hamısı xəyanət edir, yaxud da qadınların hər birisi vəfasızdır, sən çox da o insana güvənmə şəklində ismarıçlar ötürə bilir. Yaxud da bu insana qarşı pasiv-aqresiv şəkildə hansısa bir davranışlar göstərə bilir. İynələmələrdən, söz soxmalardan, yaxud da o insanı qıcıqlandıracaq hansısa bir davranışlardan istifadə edə bilər. Yaxud da bəzi hallarda bu natamamlığın ağrısına ümumiyyətlə dözə bilməyən fərdlər daha da qeyri-sağlam davranışlar edərək o insanın sahib olduğu bu şeyi sabotaj edə bilərlər. Misal üçün, əgər bu insan deyək ki, bahalı bir əşyaya sahibdirsə, o əşyaya zərər vurmaq kimi, yaxud da bir münasibətə sahibdirsə, o münasibətlə bağlı problemlər yaranmasına gətirib çıxarmaq kimi təəssüf ki, daha da qeyri-sağlam davranışlara səbəb ola bilirlər. Bəs bu paxıllıq emosiyasını öz xeyrimizə necə istifadə edə bilərik? Baxın, bura qədər verdiyim nümunələrdə bu davranışlar sanki bir insanın daxilən bir əzab yaşamasının və bu əzabın fərqində belə olmamasının göstəriciləridir. Mən isə görməliyəm ki, mənim içimdən ola bilər ki, bəlkə də bu insana qarşı paxıllıq hissi gəlir, bəlkə də onu sabotaj eləmə istəyi içimdən gəlirsə, mən burada öz daxilimə sual verməliyəm ki, bəs bu istək mənə niyə gəlir? Bu insanın sabotaj etmək istədiyim, yaxud da zərər vurmaq istədiyim bu sahib olduğu şey mənə özümdəki hansı əksik tərəfimi göstərir? Və mən bu əksik tərəfimi necə tamamlaya bilərəm? Bax, bu sualları verdiyimiz zaman biz artıq bu mənfi emosiyanı belə öz xeyrimizə istifadə etməyi öyrənmiş oluruq.
Paxıllıq emosiyası ümumiyyətlə bizim uşaqlıq dönəmlərimizdə hardasa 3 yaşımız etibarilə eqomuzun formalaşmağa başladığı, natamamlıq kompleksinin yarandığı ki, bu haqda narsizmlə bağlı videoda çox daha ətraflı danışmışam. Natamamlıq kompleksi nədən yaranır, necə yaranır bir uşaqda? Bu dönəmlərdə uşaq öz dəyərini sorğuluyur və öz dəyərini də təbii ki, valideynləri tərəfindən təsdiqini görmək istəyir. Və əgər bu dönəmdə uşağın etdiyi davranışlar valideynlər tərəfindən təqdir görmürsə, uşaq təriflənmirsə, təbii ki, normal və sağlam səviyyədə tərifdən söhbət gedir. Uşaq təriflənmirsə, yaxud da onun etdiyi heç bir davranış valideynlər tərəfindən görülmürsə, uşaq daim başqaları ilə müqayisə edilirsə, bəlkə öz bacı qardaşları ilə müqayisə edilirsə, daim bacı qardaşlar daha ağıllı, daha uğurlu şəkildə uşağa qarşı nümunə çəkilirsə, yaxud da uşaq daim başqalarının övladları ilə müqayisə olunursa, artıq öz dəyəri ilə bağlı bir şübhəyə düşür. Və həmçinin bir şeyə əmin olur ki, məndə əksik bir tərəflər var və valideynlərim də bunun fərqindədir və mən nə qədər ki, əksik bir insanam, sevilməyəcəm. Yəni, mən qardaşım qədər uğurlu deyiləm deyə sevilən bir insan deyiləm. Bacım kimi yeməyimi vaxtında yemədim deyə sevilən bir insan deyiləm. Həmin dönəmlərdə təbii ki, uşağın egosu da formalaşdığı üçün biz dünyanı egosentrik bir şəkildə qavrayırıq. Bu o deməkdir ki, dünyanın sadəcə bizim davranışlarımızın səbəbilə yaxud da bizimlə əlaqəli olduğunu düşünürük. Buna görə də valideynlərimizin etdiyi hər xırda bir davranışı, dedikləri ən xırda bir sözü belə öz şəxsiyyətimizlə əlaqələndiririk. Buradan özümüzə mənalar çıxarırıq və özümüzlə bağlı müəyyən bir artıq fikirlər formalaşdırmış oluruq, inanclar formalaşdırmış oluruq ki, misal üçün mən dəyərsizəm valideynim üçün, mən daim başqalarından əksiyəm və natamamam. Və burada artıq natamamlıq kompleksinin təməlləri atılmış olur. Və bu yaranan natamamlıq kompleksi bir müddət sonra uşağın daim özünü başqaları ilə müqayisə etməsinə, içdən içə özünü başqalarından daha gücsüz, zəif, bacarıqsız, başqalarını isə özündən daha üstün görməsinə gətirib çıxarır. Bu səbəbdən də bu daxilindəki əksiklik duyğusu onun öz davranışlarını, öz sahib olduğu şeyləri, öz bacarıqlarını heç vaxt yüksək qiymətləndirə bilməməsinə gətirir çıxarır. O öz sahib olduğu əşyaları, münasibətlərini, uğurlarını daim dəyərsizləşdirir. Başqalarının olan şeyləri isə ona daha ideal görünür. Və bu da təbii ki, bu paxıllıq emosiyasının da alovlanmasına gətirir, çıxarır. Və bu həmçinin bizim sanki bacarıqsızlıqla bağlı da bir inanclar formalaşdırmamıza gətirir, çıxarır ki, mən heç nəyi bacara bilmərəm, nəyinsə yaxşısı mənim üçün heç vaxt alınmaz, insanlar hər zaman məndən daha yaxşısını bacaracaqlar, onlar daha yaxşı münasibətlər tapa bilərlər, onlar daha bahalı maşınlar sürə bilərlər, amma mən heç vaxt ən yaxşısını bacarmaram. Çünki uşaqlıqda olunan müqayisə, uşaqlıqdakı o valideyn tərəfindən təqdir görməmək bir nöqtədən sonra bu fərdin özünün davranışlarına çevrilir və o heç vaxt öz davranışlarını təqdir etmir, yaxud da öz uğurlarını, öz bacarıqlarını görmür. Buna görə də ən başda dediyim kimi bir başqasının sahib olduğu bir şeyə içdən içə heç bir zaman sahib ola bilməyəcəyinə inanır. Sanki başqaları ən gözəl şeylərə layiqdirlər, onlara sahib ola bilirlər, onlara sahib olmağı bacarırlar. Amma mən isə heç vaxt nə bu bacarıqlara yiyələnə bilməyəcəm, nə də yaxşı şeyləri öz həyatımda təzahür etdirə bilməyəcəm şəklində inanırlar. Və məhz buna görə də paxıllıq emosiyasını qeyri-sağlam bir neqativ emosiya adlandırırıq. Çünki bu emosiya nəticəsində bizim natamamlığımıza dair olan inancımız daha da bərkiyir, möhkəmlənir. Biz bacara biləcəyimizə olan inancımızı tamamilə zəiflədirik və bunun da nəticəsində öz natamamlığımızı illərlə davamlı olaraq özümüzə daim başqa-başqa situasiyalarda sübut etmiş oluruq. Mənfi emosiyalarla bağlı videoda xatırlayırsınızsa belə bir cümlə demişdim ki, mənfi emosiyalarımız əgər qeyri-sağlam deyillərsə, sağlamdırlarsa, sanki axan bir çaydılar. Yəni, bir mənfi emosiya yaşanır, bizə hansısa bir mesajı ötürür, biz bu emosiyamızla kontakta giririk, həmin mesajı oxuyuruq, ehtiyacımızı görürük və problem həlli tərəfinə keçirik işin. Yəni, problemi necə həll edə bilərəm, bu emosiyamı necə aradan qaldıra bilərəm, bu emosiyamın yaranmasına səbəb olan hadisələri necə dəyişdirə bilərəm, düşüncələrimi necə dəyişdirə bilərəm deyə daha problemə fokuslu şəkildə düşünməyə başlayırıq. Bu, hətta qeyd eləmişdim ki, nevroloji
bioloji olaraq da bizim beynimizdəki mexanizmlərdən irəli gəlir ki, frontal korteksimizdə yerləşən problem həlli nahiyələri aktivləşir. Lakin biz qeyri-sağlam neqativ emosiyalara malik isə bunlar bizim qeyri-sağlam düşüncələrimizin, yəni irrasional düşüncələrimizin nəticəsində formalaşır və biz sanki o axan çayın qarşısına bir bənd qoymuş oluruq. Və bununla da həmin emosiyanı atlata bilmirik. İllərlə, uzun müddət bu emosiya bizimlə davam eləyir və biz işin problem həlli tərəfinə keçə bilmirik. Tam əksinə öz bacarıqsızlığımızı yaxud da natamamlığımızı özümüzə davamlı olaraq sübut eləmiş oluruq. Az öncə qeyd eləmişdim ki, paxıllıq emosiyasının sağlam alternativi isə həsəd aparmaqdır, yaxud da qibtə eləməkdir. Biz əgər öz paxıllığımızı bu sağlam alternativi ilə əvəz edə biliriksə, bax həmin o çayın yenidən axmasına şərait yaradırıq. Amma biz nə qədər ki qeyri-sağlam neqativ emosiyalarda oluruq, bu bizim biraz da özümüzlə bağlı dəyərləndirməmizi, qiymətləndirməmizi aşağı salacağı üçün daim özümüzü natamam olduğumuz vəziyyətlərdə saxlamış olacağıq. Bir nümunə ilə izah etsəm, deyək ki, bir fərd kiməsə qarşı paxıllıq hissi yaşayır ki, onun yaxşı bir münasibəti var, mənim isə münasibətim yoxdur. Yaxud da o çox uğurlu bir karyeraya sahibdir, mən isə hələ də yerimdə sayıram, aylıq 300 manat maaşla işləyirəm. Halbuki ikimiz də eyni universiteti bitirmişik, qrup yoldaşı olmuşuq, o indi çox yaxşı yerlərdədir, mən isə onun kimi uğurlu ola bilməmişəm. Burada əgər mən paxıllıq emosiyası yaşayıramsa, yəni bu qeyri-sağlam neqativ emosiyada yaşayıramsa, bu çayın qarşısına o bəndi qoymuş oluram ki, o insan uğurlu bir karyera yaşayır, amma mən natamamam. Mən onun kimi ola bilmədim. O karyerasında uğurludur, yaxud da o getdi yaxşı bir münasibət tapdı, amma mən heç kəs tərəfindən bəyənilmədim, yaxud da mən bacarmadım onun kimi uğurlu bir işə girməyi və daim özümüzə dediyimiz cümlələr, mən bacarmıram, onlar məndən daha yaxşıdır, mən əldə edə bilməyəcəm bu şeyi və neynirəm? Davamlı olaraq özümü mənfi hisslərə salıram, özümlə bağlı qiymətləndirməm aşağı düşür, özümlə bağlı mənfi inanclarım güclənir və mən davamlı olaraq bu paxıllıq emosiyasının içərisində ilişib qalıram və hər dəfə o insanın bir uğurunu görəndə, yaxud da münasibəti ilə bağlı xoş bir anını paylaşdığı zaman bu insan məndə içdən-içə artıq qıcıqlanmalar, qəzəb, kin, bəlkə bu insana qarşı həmçinin fiziki reaksiyalar yaranır, bəlkə bu mənim ürəyimi bulandırır, bəlkə mənim təzyiqimi qaldırır və beləliklə mənfi fiziki və psixi reaksiyalarla yaşamış oluram. Lakin mən bu insana qarşı olan paxıllıq emosiyamı həsəd yaxud da qibtə etməklə əvəz etsəm, bu artıq həmin çayın yenidən axmasına səbəb olur. Mən düşünə bilərəm ki, mən çox qibtə edirəm ki, ikimiz də eyni fakültəni bitirdik, eyni universiteti bitirdik, amma o həqiqətən çox yaxşı karyeraya sahib ola bildim. Bəlkə ilk etapda bu məni biraz qıcıqlandırdı, amma düşünə bilərəm, bu məni niyə qıcıqlandırır? Bu mənim öz əksikliğimlə məni üzləşdirir. Demək ki, mən burada öz ehtiyacımı oxumağı öyrəndim. Mənim buradakı ehtiyacım nədir? Uğurlu bir karyeraya sahib olmaq. Deməli, mən də içdən-içə uğurlu bir karyeraya sahib olmaq istəyirəm. Belə bir istəyim, ehtiyacım var ki, o insanın məndən daha uğurlu bir karyeraya sahib olması məni içdən-içə qıcıqlandırdı. Və indi mən bunu qibtə etmə duyğusuna çevirərək nə edirəm? Düşünə bilərəm ki, mən də onun kimi uğurlu bir karyeraya sahib olmaq üçün hansı addımları ata bilərəm? Avtomatik artıq məndə problem həlli nahiyələri işə düşmüş olur. Deməli, mən burada öz ehtiyacımı gördüm və indi düşünürəm ki, bəs bu ehtiyacımı necə qarşılaya bilərəm? O insan kimi uğurlu bir karyeraya sahib olmaq istəyirəmsə, əgər bu ehtiyacımı gördümsə, bunu necə qarşılaya bilərəm? Bəlkə hansısa bir kurslara qoşula bilərəm, bəlkə hansısa bir yerlərə CV-lər göndərə bilərəm, bəlkə hansısa bir mentorluq ala bilərəm. Bəlkə o insanın elə məhz özündən gedib hansısa bir məsləhət ala bilərəm, sual verə bilərəm ona. Bəlkə hansısa bir çevrələr yarada bilərəm özümlə bağlı, yaxud da o insan kimi uğurlu bir münasibətə sahib olmaq istəyirəmsə, bəlkə yeni tanışlıqlar qurmalıyam, bəlkə içində olduğum mənə zərər verən münasibətimi öncəliklə bitirməliyəm. Çünki mən bəlkə də inanıram ki, başqalarında alınır, məndə isə alınmır, elə tapa bildiyim maksimum münasibət budur və mən bu münasibəti də heç olmasa əldən buraxmamalıyam. Bəlkə də mən elə bacarmayacağıma o qədər inanırdım ki, heç özümü layiq olmadığım bir münasibətin, yaxud da bir işin
daxilində də saxlayırdım. Məhz bu, həmin o çayın qarşısına qoyduğum bəndlər səbəbilə ki, mən bacarmıram, mən insanlardan daha zəifəm, onlar məndən daha uğurludur şəklində qoyduğum bəndlərə görə bəlkə də özümü heç layiq olmadığım bir münasibətin daxilində saxlayıram illərdir. Bəlkə də özümü heç mənə uyğun olmayan bir işə gedib gəlməyə məcbur eləyirəm. İndi bəlkə də artıq bu vəziyyətlərdən də özümü çıxartmaq üçün özümə zaman verməliyəm. Və beləliklə biz başa düşmüş olduq ki, əslində bu emosiyamız və bunun kimi digər bütün emosiyalarımız bizi hansısa bir ehtiyacımızla tanış eləyir. Burada yenə də təkrar edirəm, qeyri-sağlam olan davranış odur ki, mən bu qeyri-sağlam emosiyanın daxilində ilişib qalıram və davamlı olaraq özümü bu paradoksun içində saxlayıram. Yəni mən natamamam, ona görə başqalarına paxıllıq eləyirəm, amma paxıllıq emosiyamı da dəyişdirmək üçün heç nə etmirəm və buna görə də yenə də natamamlığımı özümə təsdiq edirəm və bu illərlə belə davam edir. Lakin sağlam olan odur ki, mən bir paxıllıq hiss etdiyimi düşündüyüm anda dərhal bu hissi oxumağa başlayıram. Buradakı ehtiyacımı, istəyimi görürəm, özümlə üzləşirəm və problemə həll fokuslu yanaşmağa başlayıram ki, bəs bu ehtiyacımı necə qarşılaya bilərəm? Və bu videodan yəqin onu da anladıq ki, əgər başqaları da bizə qarşı paxıllıq hiss edirlərsə, bu onların daxilindəki özləri ilə bağlı olan natamamlıqları, özləri ilə bağlı olan problemləri, əksik tərəfləri, qorxuları və həmçinin də öz içsəl müharibələri səbəbindəndir və bunun bizimlə bir əlaqəsi yoxdur. Çünki necə ki biz öz daxili dünyamızda bəzi şeylər yaşayırıq, digər insanlar da əgər bizim davranışımızdan qıcıqlanırlarsa, yaxud da hər hansı bir paxıllıq hiss edirlərsə, bu onların öz daxili müharibələri ilə əlaqəlidir. Bunu anlamağa başladığımız zaman həyatı özümüz üçün daha sakit, daha huzurlu bir yerə çevirmiş oluruq. Amma təbii ki, başqa insanlar bizi sabotaj eləyirlərsə, artıq zərərverici davranışlar göstərirlərsə, burada sərhədimizi qoruya bilmək də önəmlidir. Və son olaraq paxıllığı şəxsiyyətimizin bir parçası deyil də bir emosiyamız olaraq görməyi bacarmaq və onun bizə verdiyi mesajları oxumağı bacarmaq çox önəmlidir. Çünki biz nə qədər ki bunu şəxsiyyətimizin, xarakterimizin bir parçası olaraq görürük ki, mən məsələn paxıl bir insanam deyiriksə, bu yenə də bayaqki o çayın qarşısına qoyduğumuz bir bənd olacaq. Yəni mən yenə də özümə paxıl bir insanam deyirəm və bu mənim dəyişimə qarşı hər hansı bir addım atmağımın qarşısında mane olur. Çünki mən inanıram ki, mən paxıl bir insanam və bu dəyişə biləcək bir şey deyil. Lakin mən düşünsəm ki, mən hər hansı bir insanın sahib olduğu bir şeyə paxıllıq edirəm. Artıq burada avtomatik sual yaranır ki, mən buna niyə paxıllıq edirəm? Çünki həmin şey məndə yoxdur və içdən-içə buna sahib ola biləcəyimə inanmıram. Aha, bəs niyə inanmıram buna sahib ola biləcəyimə? Çünki bu mövzularla bağlı bacarıqlı olduğumu düşünmürəm. Aha, bəs bacarığımı necə artıra bilərəm bu mövzuda? Yenə də burada özümüzə bacarıqsız bir insanam şəklində bir etiket qoymaq əvəzinə bu mövzularda bacarıqsızam dediyimiz üçün yenə bir sual yaranır ki, bəs bacarığımı necə artıra bilərəm? Və bunun sonrasında da artıq problem həlli tərəflərimiz işə düşür ki, mən bununla bağlı hansı addımları ata bilərəm, özüm üçün aydınlaşdırıram. Natamamlıq hissi, bacara bilmədiyinə dair olan inam, yaxud da öz daxilimizdəki əksik tərəflərimizi görmək və onlarla üzləşmək həqiqətən çox ağrılıdır ilkin etapda. Lakin biz özümüzə bunun üçün icazə verdiyimiz zaman, bu əksik tərəflərimizlə üzləşməyi bir vərdiş halına gətirdiyimiz zaman bir nöqtədən sonra bu bizim özgüvənimizi, özümüzə qarşı olan dəyərimizi artırmış olacaqdır. Bu məqamda da mütləq surətdə özümüzə qarşı daha anlayışlı bir iç səslə, daha anlayışlı bir tonda yanaşmalıyıq ki, aha, sən niyə rəfiqənə paxıllıq edirsən, sən pis bir insansan deyə özümüzü tənqid eləmək, daim acımasız yanaşmaq bizim problemimizi daha da dərinləşdirəcəkdir. Bunun əvəzinə özümüzə daha anlayışlı bir şəkildə suallar verməyə çalışmalıyıq ki, bu hissi hal-hazırda niyə yaşayıram və bu hiss, bu emosiya mənə nəyi öyrədir, hansı mesajı verməyə çalışır? Bunu gördüyümüz zaman, bu əksik tərəflərimiz üzərində işləmək üçün özümüzə zaman ayırdığımız zaman bir nöqtədən sonra o özgüvənimiz, özümüzə qarşı olan dəyərimiz, inamımız, bacaracağımıza qarşı olan inamımız daha da artmış olacaqdır. Və bütün bunları da edərkən mütləq surətdə sahib olduğunuz şeyləri, bacardığınız şeyləri dəyərsizləşdirməməyə də çox
diqqət ayırın. Yəni əgər məndə bir telefon varsa, bu telefon da mənim üçün dəyərlidir. Bir başqasının məndən daha üst bir model telefon işlətməsi bəlkə mənim də arzum, istəyim ola bilər, amma bu mənim istifadə etdiyim telefonun dəyərsiz olduğu mənasına gəlmir. Təbii ki, burada məsələ telefon deyil. Artıq söhbətimizin sonunda məncə bu sizin hər birinizə aydın olmuşdur. Öz bacardığımız tərəflərimizi təqdir etməyi, özümüzlə daha anlayışlı bir dildə danışmağı özümüz üçün artıq bir vərdiş halına gətirmək bizim həyatımızı tamamilə dəyişməyimizə təkan verəcəkdir. Ümid edirəm ki, bu video sizin üçün faydalı olmuşdur. Məndən çəkməyimi istədiyiniz hər hansı başqa mövzular varsa, bunları mənə rəylər bölümündə yaza bilərsiniz. Mənim isə sizə bugünlük çatdıracaqlarım bu qədər idi. Özünüzə yaxşı baxın, sevgi ilə qalın.